Görünüşü kimi dadı da möhtəşəm olan, ağızda əyləyən, xırçıltılı Napolyon tortu hazırladım. Mütləq yaddaşa verin ki, sizə hazırlayın. Keçəyin hazırlanma qaydasına. Bizə lazım olacaq 600 qram un və 400 qram kərə yağı. Kərə yağını öncədən rəndədən keçirdim və üzərinə əlavə edirəm. Üzərinə əlavə elədikdən sonra əlimlə gördüyünüz kimi ovuram. Və ovduqdan sonra 150 qram suyun içərisinə 2 ədəd yumurtanın sarısı, 1 yemək qaşığı üzüm sirkəsi əlavə edib qarışdırıram. Və 1 çimdik duz əlavə edib qarışdırdığım qarışımı üzərinə əlavə edib və xəmirimizi bir araya gətiririk. Bu xəmiri yoğurmağa ehtiyac yoxdur. Sadəcə olaraq əlimizlə bir araya gətirib toparlayırıq. Gördüyünüz kimi xəmiri toparladıqdan sonra dəzgahın üzərinə bol un əlavə edib və əlimlə yayıram. Yaydıqdan sonra bu formada qatlayıram. Və qatladıqdan sonra soyuducuda 2-3 saat saxlayırıq. Siz bunu axşamdan da hazırlayıb saxlaya bilərsiniz. Və 3 saat soyuducuda saxladıqdan sonra çıxardıb kündələrə ayırıram. Təxmini 10 ədəd kündə alındı. Siz bunu 4 gün hazırlayacaqsınızsa bu formada saxlayın. Sadəcə olaraq mən tortu yumru hazırlayacağıma görə kündələri yumrulayıram. Və bol un əlavə edib kündəmizi yayırıq. Kündəni yaydıqdan sonra yağlı kağızın üzərinə yerləşdirib və qəliq vasitəsilə kəsirik. Kəsdikdən sonra soba listinin içərisinə yerləşdirib sobada 250 dərəcədə qızarana qədər bişiririk. Və qızarmağı sizin zövqünüzə görədir. Çox istəyirsinizsə çox qızardın, az istəyirsinizsə az. Və gördüyünüz kimi kojlarımız hazırdır. Çox gözəl və möhtəşəm alındı. Və burada da tortu başlayıram yığmağa. Koj əlavə edib və üzərinə krema çəkib eyni bu qayda ilə davam edirik. Və kremanın reseptini postun altında qeyd edəcəm. Napolyonu ən çox yaraşdırdığım bu kremadır. Və gördüyünüz kimi eyni qayda ilə davam edirik. Siz bu tortu hazırlasaz inanmayacaqlar ki, siz hazırlamısınız. Çox dadlı və möhtəşəm alındı. Və kojların kənarlarının ontu halına gətirib gördüyünüz kimi tortumuzu bəzəyirik. Və üzərinə zövqə görə şəkər pudrası əlavə edib soyuducuda bir gün gözlədirik. Səhərsi gün kəsib servis edirik. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.